yaradır. Nökər şudradır da, o ancaq əməl eləməklə məşğuldur. O qaydalar öyrənir və onunla da gedir. Dəvə ancaq aparır. Başını salır, itaətkar gedir. Birdən kəşf edir ki, məni aldadıblar. Məni aldadıblar və o aslana dönür. Aslan mərhələsi Nietzsche nihilizm adlandırır və o vəhşiyə dönür, məni aldadılmışam deyib, qırıb dağılır. Hamısına yox, hər şeyə yox. Belə bir lənətli bir vəziyyət. Bunu deyir, Nietzsche nihilizmdən adı tez-tez adlandırılıb, ancaq Nietzsche'nin son sözü nihilizm deyil. O deyir ki, deməli, ateist olmaq, yəni fövqəli insan ateistdir, amma həm də anti-nihilistdir. O nihilizmi də ötüb keçməlidir. Aslan mərhələsində qalmaq olmaz. Aslan mərhələsi, nihilizm nədir? Bizim ölkəmizdə də bu nihilizm belə iştirakları var, mən də yazmışam yazılarında ki, nihilizm nədir? Nihilizm bütün mayaqların sönməsidir. Orientirlərin aradan qalxmasıdır. Köhnə sualları artıq köhnə cavabların verilə bilməməsidir. Belə bir cavabsızlıq halıdır. Nietzsche bunu ilk dəfə olaraq özü tək başına yaşayıb, psixoloji nihilizmi yaşamış adamdır, sualların cavabsızlığını ilk dəfə özü görmüş adamdır. Daha sonra bu qərb fəlsəfəsinə, daha sonraki dövrlərdə bunu davam elətdirdilər. Freud, Heidegger, Sartre ki, bu cavabsızlığın yenidən cavablarla doldurulması. Onun belə bir sözü var, deyir ki, sən yanıb kül olmasan, təzədən necə yarana bilərsən? Nihilizm belə bir kül olmaq halıdır. Tamamilə sıfır nöqtəsinə gəlib, təzədən qayıtmaq. Ruhun üçüncü mərhələsi, fövqəli insan mərhələsi, bu uşaq mərhələsidir. Uşaq nədir? Uşaq məsumdur, uşaq maska taxmır, yalan danışmır, uşaq həyata hədir və qurub yenidən yaradır. O xoşbəxtdir. O cəfəng olan bir dünyaya o xoşbəxtliklə baxır. Nietzsche'nin pessimizmi, Schopenhauer pessimizmindən də fərqi ondadır ki, Nietzsche'də belə bir məğrur pessimizm var. Yəni, sizif əməkdə heç bir mənası yoxdur bu həyatın, onun fikircə. Ancaq bunun üçün bədbəxt olmağa dəyməz. Təvəssüm eləmək lazımdır. Qürurla bu dünyanın üzünə gülümsəmək lazımdır. Nietzsche'nin əsas fikirlərindən biri. Deməli, Nietzsche'nin ən son sözlərindən, deməli, əsas onun üzərində dayanmaq istəyirəm ki, bir neçə xülasə edeyim, həm də özüm zehnim durulsun. Deməli, dedi ki, Nietzsche Hristiyan əxlaqına qarşı çıxıb, o Hristiyan əxlaqını o nekrofiliya hesab edir ki, tarixi tərəqqini baltalayır, hesab edir ki, inkişaf eləməyə bizi qoymur. Ona görə də bu əxlaqdan əl çəkməliyik, Dionizyon əxlaqa keçməliyik, aristokrat əxlaqa, dünyaya hədiyən əxlaqa keçməliyik. Bundan xoşbəxt ola bilərik. Zəiflər hakimiyyətə gəliblər, zəiflər kütləvi kodeks bizi aldadır. Onlar əslində ölməlidirlər, yəni Nietzsche'ni yumuşatmadan deyirəm, onlar ölməlidirlər, sadəcə ölə bilmirlər. Bu Hristiyan əxlaqı onları qoruyub saxlayır. Biz isə belə eləməliyik. Hristiyan mərhəmətinə qarşı sərt olmalıyıq. Deməli ki, belə deyil, gördün, qüdrədi itələr. Sonra bunu da deyim, deməli, Nietzsche güclülük perspektivindən baxır. O hesab edir ki, deməli, bütün interpretasiyalar lokaldır və o mədəniyyətlər inkişaf edə bilmir ki, o konkret, bizim anlaşılır dinləmişsə, mentaliteti, konkret əxlaq kodeksini əbədi hesab edir. Çünki onun bir kökü Allah'a istinad elədiyinə görə, o hesab edir ki, bu əbədidir. Halbuki bu əbədi zat deyil. Bu değişkəndir. Sadəcə olaraq yeni perspektivdən baxıb onu dəyişdirmək mümkündür. Nietzsche'nin istifadə elədiyi perspektivlərdən biri estetik perspektivdir. O çalışır ki,
bir estet kimi gözəl mənzərələr yaratsın. Məsələn, mən onun tərzə fikirlərini sizə oxuyum. Məsələn, deyir ki, xristiyanlıq mənə minnətdar olmalıdır ki, mən onu saya salıb lənətləyirəm. Hər halda o mənə görə tarixdə qalacaq. Ya, belə deyim, mən nə üçün bu qədər ağırlıyam? Başqa biri. Əgər mən Allah deyirəmsə, deməli, Allah yoxdur. Görürsünüzmü, necə dəqiq düşünürəm? Yəni, onu belə estetik perspektivdən belə mənzərələr yadır. O tələb edir ki, o da Feuerbach kimi, o da bu fikirdədir ki, fəlsəfə teologiyadan istivacını pozmalıdır. Deməli, ədəbiyyatla və psixologiya ilə belə bir alyans qurmalıdır. Deməli, Nietzsche-ni mən yekunlaşdırıram. Deməli, sonda deyim ki, onun Antikrist əsəri ölümündən 73 il sonra bizim demokratik sayıdığımız qərbdə tam senzurası çap olub. Antikrist əsəri onun xristianlığa lənət oxuduğu əsərdir. Deməli, məktublarının birində isə belə bir şeyə rast gəldim mən. Deyir ki, dostuna yazır, Dante'nin və Spinoza'nın tənhalığı ilə öz tənhalığımı müşahidə, paralelli müqayisə edirəm. Ancaq onların tənhalığı mənimkindən daha dözülən idi. Çünki onların Allahı vardı. Amma mənim heç nəyim yoxdur. İstəyərdim ki, bir nəfər gəlsin və mənim inandığım həqiqətlərin səhv olduğunu mənə sübut eləsin. Onun belə kədərli məqamları çoxdur. Deyir ki, evimə girirəm, qapımı açıram, Zərdüşt əsərimi oxuyuram, ağlayıram, oxuyuram, ağlayıram. Belə onun belə kədərləri var. Mən bununla sonda da bir cümlə deyim. Heidegger də deyir ki, Nietzsche haqqında Nietzsche Allah'ı axtaran sonuncu Alman filosofuydu. Bununla sizinlə vidalaşıram, ancaq bizim bir videomuz var, deməli 90 saniyəlik Nietzsche'nin yarım ölü vəziyyətdə, o xəstə vəziyyətdə olduğu görürük. Orada artıq xəstə. Səsi yox. Çox sağ olun. Biz məruzəmizi davam edəcəyik sağ tərəfindən, amma mən bir söz demək istəyirəm. Burada Nietzsche'nin fəlsəfəsi, ümumiyyətlə hər hansı bir görkəmli insanın fəlsəfəsi elədir ki, onu qısa zamanda tam təsvir etmək də mümkün deyil, bütün kitablar haqqında məlumat vermək, amma məqsədimiz bir eskiz, bir ştrix çəkməkdir ki, sonra biz müzakirələrlə davam edək. Burada xristiyan dini və İslam dininə belə deyək ki, başqa cür ola bilərmi? İspan dinlə onun münasibəti haqqında müəyyən illüziyaların yaranmasının bir səbəbi Məhəmməd İqbal olur. Yəni, o Pakistan ideyasının yaradıcılarından biri, böyük şair və filosof Məhəmməd İqbal. O, Nietzsche'nin o Tanrı öldü, yoxdur, öldü formulasını o belə şərh edir. Çünki o əsərində yazır ki, mömin insanlar var, mömin insan xristiyan olmaya bilər. Ona görə Nietzsche deyir ki, bu o deməkdir ki, o anadan xristiyan kimi, Məhəmməd İqbal deyir, Nietzsche anadan xristiyan kimi doğulmuşdur, qəlbən müsəlman idi. O deyir, la ilahə dedi, amma illallah demək. Bu onun məşhur formulasıdır. Çünki Məhəmməd İqbal da çox İslam pərəst filosof idi
və Nietzsche'nin bu irrasional düşüncəsini və xristianlığı tənqidi, onun özündə də bu şeylər çox güclüdür deyən, onu balaca belə döndərib, özü döndərib. Yəni Nietzsche elədiyi özü döndərib İslama birləşdirmişdir. Onun da nüfuzu çox böyük olduğu üçün həm şərqdə, həm qərbdə belə bir fikir bir müddət yayılmışdır. Mən Mərdə Nietzsche tarixin ən çılğın filosofun mövzusunda ikinci məruzişə söz verirəm. Mahir Yaqubov, buyurun. Çox sağ olun. Salam, hörmətli konferans iştirakçıları, məclis iştirakçıları. Çox sağ olun, Hamid müəllim, söz verdiyiniz üçün. İlk öncə bunu səmimi qəlbdən deyirəm. Burada hörmətli alimlərimiz əyləşib. Mən onlardan ilk öncə səmimi qəlbdən üzr istəyirəm hamısından. Cəsarət etdiyim üçün, onların qarşısında çıxış etdiyim üçün. Və tələbə dostlarıma da təşəkkür edirəm. Söz verirəm, qısa olacaq. Və 28-29 yaşlı Azərbaycanlı bir gəncin qərb fəlsəfəsindən qısa məlumatı olan bir gəncin Nietzsche barədə təəssüratlarını burada açıqlamaq istəyirəm. Amma məsələ buradadır ki, ümumiyyətlə qərb fəlsəfəsi, şərq fəlsəfəsi, ədəbiyyat, bax bu da mənim öz təəssüratlarımdır, yəni əslində buradan başlayır. Ədəbiyyat, sosiologiya, hüquq, tarix, bax bu sahələr və qərb fəlsəfəsində özündə müxtəlif cərəyanlar, şərq fəlsəfəsindəki müxtəlif cərəyanlar, bu sahələrin hər biri elə bir, mənim üçün bir hayküylü bir yerə bənzəyir, və hərəsinin deməyə bir sözü var. Sadəcə olaraq bunların hər birinin özünün bir yeri var, təfəkkürdə, varlıqda danılmaz yeri var. Mən əslində bu cür suallarla yanaşmaya bilmirəm, suallarsız yanaşmaya bilmirəm. Bizim bir müəllim var, deyir ki, dərsdə mən cavab verməyə yox, sual yaratmağa gəlmişəm. Doğrudan da belədir, yəni sual var ancaq burada. Cavab isə bütün bizim həyatımız boyu gəlir bu cavablar suallara. Nietzsche həmin filosoflardan biridir, lakin mən çox qısa söhbət etdiyim üçün çox istəyirəm, burada müəllimlər şübhəsiz deyil, tələbə dostlarımın bir neçə qeydlər götürməsi üçün, bəziləri ola bilsin qeydlər götürsün, ya vərəqdə, ya da zehnlərində. Ümumiyyətlə bir kontekst burada yaratmaq istəyirəm, yəni bir xəritə, biz dostlarla söhbət edəndə deyirik, bir xəritə. Ümumiyyətlə, belə deyə bilərik, Nietzsche kimdir? Nietzsche müasir filosofdur. Çünki bildiyimiz kimi 19-cu əsrin ikinci yarısından 20-ci əsrin sonlarına qədən cərəyan edən fəlsəfi sistemləri müasir fəlsəfələr adlandırırlar. Nietzsche müasir filosofdur. Bəs müasir fəlsəfə nədir? Müasir fəlsəfə deməli 19-cu əsrin yarısından bu yana olan fəlsəfədir. Bəs ümumiyyətlə müasir fəlsəfədən qabaqçı dövr nədir? Yeni fəlsəfə. Yeni fəlsəfəsinin özü nədir? Və sonda bir çatırıq fəlsəfə nədir ümumiyyətlə? Qısa olaraq fəlsəfə nədir? Fəlsəfə insanı varlıq barədə, özü barədə, həyat problemləri barədə düşündürən bir sahədir. Çoxları fəlsəfəni elm adlandırmırlar. Bu bizi narahat eləmir ki, fəlsəfəni elm adlandırmırlar pozitivistlər. Amma fəlsəfə danılmaz bir sahədir, faktdır. Hər bir dövrdə filosoflar olub. Nietzsche 19-cu əsrin ikinci yarısına aid olan filosofdur və yeni fəlsəfəyə aid olur. Ümumiyyətlə 17-ci əsrə qədər olan fəlsəfi cərəyanlar hamımıza məlumdur. Yəni, qədim Yunan fəlsəfəsindən sonra orta əsrlər fəlsəfəsi gəlir və burada orta əsrlər fəlsəfəsi ilahiyyat məzmunlu, din məzmunlu fəlsəfədir Xristian dövründə. 14-cü əsrdən 17-ci əsrə qədər olan dövr intibah dövrü adlanır. Burada hələ heç bir fəlsəfi sistem formalaşmayıb. 17-ci əsrdən başlayaraq yeni fəlsəfi dövr başlayır. Kimlə başlayır bu? Əsasən Francis Bacon'la və daha əsaslı olaraq René Descartes'la. Cogito ergo sum. Mən düşünürəm demək varam. Yeni fəlsəfə başlayır. Yeni fəlsəfə nə deməkdir? Yeni fəlsəfə insan intibah dövründə, yəni 300 illik hazırlıqdan sonra öz baxışlarını, mən qərb fəlsəfəsinin raportunu verəndə, şübhəsiz burada tənqidi yanaşmırıq, yəni olduğu kimi məsələləri aydınlaşdırırıq. İnsan
insan təfəkkürü ilahi prizmadan çıxır, həyata, varlığa baxışda və insani prizmaya daxil olur. Mən düşünürəm demək varam. Burada yeni fəlsəfənin başlanğıcıdır. Yeni fəlsəfədən sonra, yəni 17-ci əsrdən 20-ci əsrin sonlarına qədər bu konteksti mən demək istəyirəm. 3 əsas fəlsəfi istiqamət mövcuddur. 3 əsas fəlsəfi istiqamət. Onlardan biri rasionalizm istiqamətidir. Digəri irrasionalizm istiqamətidir. Üçüncüsü isə pozitivizm istiqamətidir. İndi burada daha xırda o fəlsəfi cəryanlar ola bilər, amma bu üçü mənə gəlir və yəni bu filosofların, tədqiqatçıların yazdığına görə daha əsaslıdır. Rasionalizm nədir? Mən qısa olaraq rasionalizmin əsas mahiyyətini burada qısa olaraq oxuyuram sizə. Rasionalizm təfəkkürü və fəlsəfi düşüncəsi, rasionalizm təfəkkürü və fəlsəfi düşüncəni duyğudan təcrid edir və insan zəkasını yeganə dərk etmə vasitəsi hesab edir. Descartes'dan bu başladı bu. İnsan zəkası, fəlsəfi düşüncə, substansiya, bu tərəfdə biz terminologiya yaradırıq. İnsan, kainatın əsası nədir? Kainatın əsası inkar edilməz substansiyadır. Bu tərəfdə Aristotel'də desək, o ərəb terminologiyasında cövhər var, ərəz var, modlar var. Bütün bunlar hamısı insanın zəkasının, sırf duyğudan təcrid olmuş zəkasının tərənnümüdür. Bu rasionalizm. Gəlir irrasionalizmə. İrrasionalizm rasionalizmi inkar etmir. Amma bildirir ki, biz insan zəkasını birbaşa hisslərdən, duyğulardan, insanın daxili aləmindən təcrid edə bilmərik və bunda haqlı deyilik. Buna hansı fəlsəfi cəryanlar aid olur? Buna əsasən ekzistensializm fəlsəfi cəryanı aid olur. Ekzistensialistlər çoxdular, bunların bəziləri Allahı təsdiq edirlər, bəziləri Allahı inkar edirlər, Jean-Paul Sartre kimi Allahı inkar edir, Søren Kierkegaard kimi Allahı təsdiq edir. Amma bunların müştərək ortaq məxrəci budur ki, biz problemlərin, həyat varlıq problemlərinin çözməsi üçün fəlsəfədə təkcə zəkaya, insanın abstrakt düşüncəyə vararaq terminologiya yaradıb, fəlsəfi çətin terminologiya yaradıb insanın problemlərini çözə bilmərik. Burada daxili aləm lazımdır. Søren Kierkegaard'un 3 mərhələli formulu hamısının yadındadır. Deməli, insan həyatını 3 yerə bölür. Estetik mərhələ, etik mərhələ və iman mərhələsi. Estetik mərhələdə insan heç bir qanuna qulluq etmir, hətta ailə belə qurmur. Etik mərhələdə insan ağıl, etika qanunlarına qulluq edir. İman mərhələsində isə insan Allaha iman gətirir və sırf özünü Allaha təqdim edir. Siz indi bunu müqayisə edin Spinoza'nın və yaxud Kant'ın mülahizələri ilə ki, Kant ümumiyyətlə Allaha etiqadı fəlsəfi dairədən xaricdə görür. Ümumiyyətlə biz filosof olub Allaha etiqad bəsləyə bilmərik. Bizi Allaha aparan yol tamam qeyri-fəlsəfi bir yoldur. Mən demək istəyirəm ki, irrasionalizmdə bu cəryanlar mövcudda əsası ekzistensializm, üçüncüsü isə pozitivizm cəryanıdır ki, bunların ən birincisi Auguste Comte'dur. Sırf təcrübi deməli vasitələrlə, hiss orqanları vasitəsilə dərk olunan elmlər, əldə olunan elmlər real elmlər sayıla bilir. Bu 3 dənə əsas istiqamət. İndi Nietzsche kimdir? Nietzsche, Karl Jaspers'in dediyinə görə, ekzistensialist filosofu Karl Jaspers'in dediyinə görə, Nietzsche çox cəhətli filosofdur. Onu biz bir tərəfdən həyat fəlsəfəsinə aid edə bilərik, bir cəhətdən ekzistensialist filosof adlandıra bilərik. Çünki doğrudan da Nietzsche'də, indi mən Ağla müəllim Nietzsche'nin daxili məsələlərini aydınlaşdırdım. Mən biraz o kontekstdən yanaşmaq istəyirəm. Çünki Nietzsche'nin mövqeyi burada daha yaxşı aydınlaşır. Nietzsche kimdir? Nietzsche bir tərəfdən postmodernist filosofa adlanır. Bu çox maraqlıdır, çox maraqlıdır. İndi biz bu cəhətlərə qısaca nəzər salaq və söhbətimizi şübhəsiz ki, tamamlayaq. Nietzsche ekzistensialist filosofdur. Ona görə ki, Nietzsche'də doğrudan irrasionalist deməli baxışlar mövcuddur. Nietzsche bizimlə sırf fəlsəfi, çətin abstrakt terminologiyayla zəngin fəlsəfi dildə danışmır. Ona görə də Nietzsche bir çox ədəbi dairələrdə həm də roman ədəbiyyatçı kimi tanınır. Digər bir tərəfdən Nietzsche Schopenhauer'a, burada Hamlet müəllim işarə elədiyi kimi Schopenhauer'a bağlıdır və ondan təsirlənir. Nəyə görə? Çünki Schopenhauer iradə fəlsəfə, voluntarizmin, iradə fəlsəfəsinin davamçısıdır, yəni yaradandır.
Schopenhauer'dan iradə, istək məsələsini alır Nietzsche. Amma orada həyat, yaşayışa istək, yaşayışa can atmaq, yaşayışı istəmək Schopenhauer'da var. Burada isə deməli güclənməyə və yaxud Azərbaycanda tərcümə olduğu kimi hakimiyyətə can atmaq. Bu çox dərin bir fəlsəfi məzmundur. Bütün insan Nietzsche bunu biz o dərslərdə bəzən o belə sual verirlər ki, deməli Nietzsche'nin fəlsəfəsinə görə bir kəs vəzifəsini artırmağa çalışır. Bu elə deyil. Bu tam antoloji bir müstəvidir. Bütün insanlar olduğundan güclənməyə doğru gedir. Məhz bu prizmadan Nietzsche əxlaq sistemini qurur. Necə? Ümumiyyətlə bildiyimiz kimi əxlaq nə deməkdir? Əxlaq sahəsində nə yaxşıdır, nə pisdir. Bunlar aydınlaşır da. Bizə nə yaxşıdır, nə pisdir. Nietzsche özünün fəlsəfi sisteminə görə, nədir fəlsəfi sistemi? Schopenhauer'dan aldığı iradə fəlsəfəsi, lakin onu başqalaşdırır. İnsanın güclənməyə, hakimiyyətə can atması istəyi. Bax, bu fəlsəfəyə görə əxlaq sistemini qurur. Necə? Bütün insanlar ontoloji olaraq danılmaz şəkildə həyatda güclənməyə can atırlar. Məhz buna görə həyatda güclənməyə can atmaq yaxşıdır və bu istiqamətdə bizə kömək edən bütün vasitələr yaxşı işlərdir. Əxlaq sistemi burada formalaşır. Məhz buna görə Nietzsche'nin bayaq qeyd edildiyi kimi fəlsəfəsində zəif insanlar cəmiyyətdə onların yeri yoxdur. Niyə görə? Çünki zəif insan, özünü zəif saxlamış insan, güclənməyə can atmayan insan bizim öz o adi cəmiyyətimizdə yalan danışan bir insan kimidir. Biz bunu cəmiyyətdə qəbul edə bilməliyik, çünki o güclənməyə can atmır. Bax, gördüyünüz kimi, əxlaq sistemi, əxlaq o təfəkkürü burada birbaşa Nietzsche'nin ontoloji o müstəvisindən yaranır. Bu, danılmaz şəkildə yaranır. Digər bir məsələ, burada, bayaq qeyd oldu, mən izah eləmirəm, Nietzsche etiraz eləyir xristiyan əxlaq sisteminə, Nietzsche etiraz eləyir, niyə görə? Çünki bu aristokrat, nökər, deməli, əxlaq, deməli, münasibətləri əsasında yaranmış əxlaq sistemidir. Xristiyan əxlaq sistemində deyilir ki, biri sənin bir üzündən vurdu, o birisi üzü də çevir, sən təvazükar ol, mehriban ol, başqalar. Axı, niyə görə Nietzsche'dir bu cür olmalıdır? Bunlar bütün o güclənməyə can atmaq prinsipinə zidd işlərdir. Bəs nə üçün xristiyan dinində bunlar yarandı? Xristiyan cəmiyyətində bunlar yarandı? Çünki qədim Yahudi cəmiyyətlərində aristokrat, nökər münasibətləri var idi. Nökərlər, insanlar aristokratların qarşısında heç bir gücə malik olmadığında məcburi şəkildə onların qabağında baş əyirdilər və bütün bunlar bir-birlərinə də bu işləri yaxşı iş kimi aşılayırlar. Biz həmin sistemdən çıxmışıq. Biz yeni bir, Nietzsche'yə görə, yeni bir fəlsəfə yaradırıq. Yeni bir fəlsəfə. Bu əxlaq sistemi dözülməzdir. Bu Nietzsche'nin bir cəhətidir. Onu da qeyd edim ki, Nietzsche'də bir 7-8 əsas cəhət var. Onları biz xəritə kimi düzləyəndən sonra Nietzsche'nin əsas mahiyyəti deməsəm də ümumi bir təsvir alınır. Bir danılma cəhət budur. Nietzsche postmodernist filosoflara bir örnəkdir. Və yaxud postmodernistlər deyir ki, bizim əvvəlimiz Nietzsche'dən. Bu çox maraqlıdır. Bildiyimiz kimi 1976-cı ildə, yəni Martin Heidegger'in ölümündən sonra daha qərbdə belə bir şey var. Fəlsəfi sistem yaranmır. Fəlsəfi sistem yaranmır. Sonuncu Martin, mən səhvim varsa müəllimlərimiz, alimlərimiz düzəldə bilərlər. 76-cı. Onu dedim ki, Heidegger çox mühüm filosofdur. Yəni 1972-ci ilə qədər, yəni ölümündən 3-4 öncəyə qədər 3000 onun haqqında kitab, traktat yazılıb Heidegger barədə. Amma Heidegger'dən sonra, yəni 80-ci ildən bu yana qərbdə postmodernist dövrü adlanır. Nədir postmodernizm? Mən bunu bir dənə izah edeyim. Nietzsche ilə əlaqələndirim və söhbətimi qurtarıram. Jacques Derrida, məşhur postmodernist filosoflardan biri, Fransız Jacques Derrida, postmodernizmi bu cür səciyyələndirir. Çox maraqlıdır. Postmodernizm nə deməkdir? Fəlsəfədə əvvəldən indiyə qədər həmişə ikili, yəni ziddiyyətli məfhumlar olub. Kişi, qadın, var, yox, nə bilim, güclü olmaq, zəif olmaq, həmişə bu iki, əvvəldən, Platondan, Aristoteldən, Sokratdan və həmişə fəlsəfi sistemlərdə filosof dəyəri müsbət tərəfə verib. Misal üçün, Platon deyir ki, qadın hakim ola bilməz Respublika traktatında. Hakim kişi olmalıdır. Filosof olmalıdır hakim, cahil adam, burada da ziddiyyətli məqamlar var, olmalıdır hakim.
Bəs deməli qeyri-filosof hakim ola bilməz, qadın hakim ola bilməz. Və yaxud Parmenides deyirdi, Sokratdan öncəki filosof, həyatda var, yox. Yəni varla başlayır. Həmişə filosofların fikri var tərəfə, müsbət tərəfə gedir. Bəs postmodernistlər nə edir? Jacques Derrida demişəm. Postmodernizm dövründə dəyər vurğusu müsbət tərəfdən götürülür. Hara verilir? Mənfi tərəfə? Yox. Mənfi tərəfə də verilir. Ümumiyyətlə dəyər sözündən danışılmır. Yəni reallıq, həqiqətdən danışılmır. Həm müsbət qoy sözünü desin, həm mənfi sözünü desin. Postmodernizm bizi indi hal-hazırda əhatə eləyən, bürüyən bir dövrdür. Hətta fəlsəfi cəryan da deyil. Bir dövrdür. Postmodernizm fəlsəfi cəryan deyil. Bizim dövrdür, müxtəlif ədəbiyyatda, incəsənətdə özünü göstərir. Nietzsche bir cəhətdən də postmodernizmin banisi kimi özünü göstərir. Niyə görə? Nietzsche varlığı axar çaya bənzədir. Varlıq axar çaya bənzədir. O ənənəvi fəlsəfədə filosofların həqiqətini sabit və dəyişməz kimi təsəvvür edərək onu kəşf edə biləcəklərinə şiddətli etiraz edir. O varlığın daim dəyişdiyini bildirir. Yəni postmodernizmin mahiyyətində olduğu kimi. Və sonda mən deməli qeydlərimi qurtarıram. Nietzsche'nin məşhur Allah ölüb o ifadəsi və yaxud Hamid mənim dediyi kimi formulası çox maraqlıdır. Deyir ki, Nietzsche deyir ki, Dostoyevski deyirdi ki, əgər Allah olmasaydı, həyatda hər bir şey olardı. Hər bir şey, yəni, mümkün olardı. Mən də deyirəm, Allah yoxdur. Bu bir faktdır Nietzsche'də. Amma bildiyiniz kimi, filosoflarda həmişə deyilən sözlər fakt kimi qalmır. Bəzən filosofların dediyi sözlər 100 ildən sonra başqa cür təfsir olunur. Misal üçün, Friedrich Kapleson məşhur yazısıdır, fəlsəfi yazısıdır, özü də həm də filosofdur. Deyir ki, Nietzsche çox şeytənətli, şərli bir insan idi. Bu birisi tərəfdən Jaspers bunu çox müsbətləndirir. Deyir ki, Nietzsche çox cəhətli bir insandır. Yəni demək istəyirəm ki, burada bir mənalı Nietzsche'yə baxışı yoxdur. Amma çox maraqlıdır. O bir misal şəklində deyir, bu Allah ölüm ifadəsini. Deyir ki, bir dəli günün orta sağı əlində bir işıq, lampa getdi bazara və dedi ki, mən bir nəfəri itirmişəm, itirdiyim bir şey var. Soruşdular ki, kimi itirmişsən? Dedi, Allah'ı itirmişəm mən. Sonra hamı buna güldür, bu dəliyə güldü hamı. Nietzsche 19-cu əsrin sonlarında yaşayır. Yəni, unutmayaq ki, Nietzsche 19-cu əsrin sonlarında yaşayır. Və hamı buna güldü. Bu, insanların etirazına, gülünc etirazına yenə də etiraz olaraq dedi ki, siz niyə gülürsünüz axı mənə? Allah ölüb, biz onu öldürmüşük. Çox maraqlıdır. Biz Allah'ı öldürmüşük. Bir təfsir, bir izah Nietzsche'nin Allah ölüm formulasına budur ki, o müasir, yəni özü ilə müasir, yəni 19-cu əsrin axırlarında Avropa cəmiyyətinin əhval-ruhiyyəsini deyirdi. Axı filosof elə budur. Filosof cəmiyyətin filosofudur. Filosof cəmiyyətdən təcrid olunmuş bir insan deyil. Filosofun fəlsəfi təfəkkürü birbaşa yaşadığı cəmiyyətin güzgüsüdür. Çox sağ olun, bağışlayın. Sağ olun. Təşəkkür edirəm hər şey bərabərçilikə. Hər şey bərabərçilik gəncdirlər, amma peşəkardırlar və filosofdurlar və onlara ixtiyarında olan məhdud zaman intervalında Nietzsche'ni, onun həyatını, onun baxışlarını, daxili dünyasını, onun fəlsəfiyə gətirdiyi yenilikləri və onun nə şəkildə davam etməsini, ona qarşı olan baxışları kifayət qədər maraqlı izah etdilər. Təbii ki, çoxlu fəlsəfi terminologiyalar da oldu. Mən güman edirəm ki, bu da bizi darıxdırmadı. Çünki onlar deyildiyi ki, o terminologiyalar, yəni elmdə, sənətdə hər kəsin rast gəldiyi cərəyanları ifadə edirdi. Mən təşəkkür edirəm və müzakirələrə keçirik. Müzakirələr, bilirsiniz, müzakirələrimizdə iki şəkildə olur. Sadəcə mövzu barədə öz şərhlərinizi deyə bilərsiniz, öz fikirlərinizi deyə bilərsiniz. Bir də məruzəçilərə suallar ünvanlandıra bilərsiniz. Buyurun. Buyurun. Sualım, əvvəl sualım başlayır. Goethe, Almanca dəxli yoxdur sanki, amma ki, burada ayrıca yolu üçün əhəmiyyətlidir. Dedik ya, Goethe yazılır və s. Almanca Goethe deyil, yoxsa Goethe.
Nietzsche'də nihilizm termini, o Turgenev'dən gəlir. Hansı yazmayı Avqustin'də var. Avqustin'də var o termin. Yox, yəni Avqustin'də demirəm, yəni Avropa aktuallaşır Nietzsche'nin sayıdır, yoxsa Turgenev'dən sonra aktuallaşır bu termin. Çünki mən harca olayım, Turgenev təsdiqatında olur. İzahlar verirlər ki, Turgenev'də vardı, amma Nietzsche'nin onu oxuyub oxumadığı, bazarını oxuyub oxumadığı bilmir. Mən nə demək istəyirəm? Yox, sən düşür. Mən Erikəsinin deyirəm bildirsinlər. Almandır. Çünki çox vaxtlı yazılar, böyükdə yazırlar. Yox. Eybəsə bir şey olurdu. Sözü deyil, nə görürsən asfaltda, onu istəyirəm amma eşitilməsin. Nietzsche ilə bağlı. Söz yeri düşmüşkən bura elmi cəmiyyəti, Çingiz Aytmatovun Buranlı Polstanısında deyir ki, o kişi deyir, o filosofu deyirlər, şair çox gözəl adamdır, düzdür deyir, dilimizdə bir adamı biraz qəribə səslədir, amma gözəl iş yoxdur. Buyurun. Mənim adım Niyazi Beytidir. Deməli, çox gözəl bir çıxış idi. Ona görə ki, Azərbaycanda adətən fəsirdən danışanda ölü sözlər və ölü cümlələrin